Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tahirin. Ve'l-la'netud daimetu ala a'daihim ecma'in minel ani ila qiyam yevmiddin. Amma ba'd. Əziz möminlər, İslam əqidəsinin ən mühüm bu növrəsi təvhiddir. Təvhid yalnız Allah birdir deməkdən ibarət deyil. Həqiqi təvhid Allahı Quran-ı Kərimin və Əhl-i əleyhissalamın tanıtdığı kimi tanımaqdır. İnsan Allahın sifətlərini düzgün tanımadıqca, onun zatı haqqında da sağlam mərifət əldə edə bilməz. Bugün bəhs edəcəyimiz mövzu Allah Təalanın iki böyük sifəti, Əs-Səmi, yəni eşidən və Əl-Bəsir, görən sifətləridir. Səmi ərəb dilində hər şey eşidən mənasını verir. Bəsir isə hər şey görən deməkdir. Lakin Allah haqqında işlətdikdə bu sifətlərin mənası insanın eşitmə və görməsi ilə eyni deyildir. İnsan yalnız müəyyən tezlikdə olan səsi eşidə bilər. Çox zəif və ya çox yüksək tezlikli səsləri eşitmir. Eyni şəkildə insan gözü də yalnız müəyyən dalğa uzunluğundakı işığı görə bilər. Qaranlıqda və ya manə arxasında görmək gücünə malik deyil. Allah Taala isə nə gözə, nə qulağa, nə işığa, nə səs dalğasına, nə sinir sisteminə, nə də hər hansı maddi vasitəyə möhtac deyildir. Çünki o cisim deyildir, maddi deyildir, məkan və zamanın hüdudları ilə məhdudlaşmır. Leysə kəmislihi şey'un və huvəs-səmi'ul basir. Heç bir şey onun bənzəri deyildir, o eşidəndir, görəndir. Ayənin əvvəlində Allah bütün bənzətmələri rədd edir. Heç bir şey onun bənzəri deyildir. Sonra isə o eşidəndir, görəndir buyurur. Deməli, Allahın eşitməsi və görməsi həqiqətdir, lakin məxluqun eşitməsi və görməsi kimi deyil. Əllamə Təbətəbai Əl-Mizan təfsirində bu ayəni izah edərkən bildirir ki, ayənin əvvəlində gələn Leysə kəmislihi şey'un ifadəsi Allah haqqında hər cür təşbihi və təcsimi rədd edir. Buna görə də ayənin sonunda gələn Əs-Səmi və Əl-Bəsir sifətləri cismani maddə deyil. Allahın zatına məxsus kəmal sifətləri kimi başa düşülməməlidir. Ayətullah Nasir Məkarim Şirazi də təfsir nümunədə qeyd edir ki, Allahın eşitməsi və görməsi onun sonsuz elminin bənzətməsidir. Bütün səslər, bütün hərəkətlər və bütün varlıqlar onun huzurunda aşkar olduğundan o heç bir vasitəyə ehtiyac olmadan hər şeyi bilir, eşidir və görür. Allahın sifətləri və məxluqatın sifətləri arasındakı fərq Allah-u Teala'nın sifətlərini tanımaqda ən mühüm məsələ budur ki, Allahın sifətləri məxluqatın sifətlərinə bənzəmir. İnsan eşidir, çünki onda qulaq, sinir sistemi və eşitmə qabiliyyəti vardır. İnsan görür, çünki onda göz və görmə mexanizmi vardır. Lakin Allah-u Teala'ya heç bir üzv və vasitəyə ehtiyac yoxdur. Əgər Allahın eşitməsi insanın eşitməsi kimi təsvir etsək, Allahı məxluqa bənzətmiş olarıq. Halbuki təvhidin əsl prinsipi budur ki, Allah heç bir cəhətdən yaratdıqlarına bənzəməz. İmam Əli əleyhissalam Nəhcül Bəlağədə Allahın sifətlərini bəyan edərkən belə buyurur. Əl-ləzi la yahvihi məkanun və la yushbihuhu zamanun. O kəsdir ki, heç bir məkan onu əhatə edə bilməz və heç bir zaman ona bənzəməz. Bu Allahın maddi məhdudiyyətlərdən uzaq olduğunu göstərir. Allahın eşitməsi və görməsi onun elmi ilə bağlıdır. Allahın səmi və bəsir olması o deməkdir ki, hər şeyi onun elmindən gizli qala bilməz. İnsan bir hadisədən xəbər tutmaq üçün vasitəyə ehtiyac duyur. Uzaqda baş verən hadisəni görmək üçün kamera, eşitmək üçün cihaz və ya xəbər gətirən şəxs lazım ola bilər. Amma Allah üçün heç bir məsafə və maneə yoxdur.
Allah Mutal Qurani-Kərimdə belə buyurur ki: وَهُوَ مَعَكُمْ أَيْنَمَا كُنْتُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ. Siz harda olsanız, o sizinlədir. Allah etdiklərinizi görəndir. Bu ayədəki sizinlədir ifadəsi məkan baxımından deyil, Allahın elmi və əhatəsi baxımındandır. Çünki Allah məkanla məhdud deyildir. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan məşhur bir ifadə budur ki: Sami'un bila uzun, basirun bila aynin. O qulaqsız eşidəndir, gözsüz görəndir. Bu ifadənin mənası Allahın eşitməməsi və görməməsi deyil. Əksinə, məqsəd budur ki, Allahın eşitməsi və görməsi insanın eşitməsi və görməsi kimi yaradılmış vasitələrə bağlı deyildir. İnsan göz vasitəsilə görür. Allah isə kamalı ilə hər şeyə agahdır. Əqli baxımdan da Allahın üzvlərə ehtiyacı ola bilməz. Çünki birincisi, üzvə ehtiyac kamillik deyil, ehtiyacdır. İkincisi, ehtiyacı olan varlıq özündən üstün bir səbəbə möhtac olar. Üçüncüsü, Allah isə vacibül vücuddur. Vacib olan varlıq heç nəyə möhtac ola bilməz. Əgər Allah görmək üçün gözə möhtac olsaydı, göz Allahdan əvvəl bir ehtiyac kimi ortaya çıxardı. Bu isə Allahın mütləq ehtiyacsızlığı ilə uyğun gəlməz. Deməli Allah görür, amma gözlə deyil, eşidir, amma qulaqla deyil. Allahın bəsir sifətinə iman insanın həyatında böyük təsir edir. İnsan bilməlidir ki, insanların görmədiyi yerdə də Allah görür. İnsanların eşitməyi sözləri də Allah eşidir. Gizli niyyətləri də Allah bilir. Bu iman insanı yalnız insanların qarşısında deyil, Allah qarşısında məsuliyyətli edir. Allahın sifətlərində təşbih və təcsim məsələsi Allah Təalanın sifətlərini öyrənərək ən mühüm məsələlərdən biri də budur ki, insan Allahı məxluqata bənzətməməlidir. Tarixdə bəzi qrup Allahın əl, üz, görmək, eşitmək kimi ifadələrini zahiri mənada qəbul etmiş və Allahı maddi varlıqlara oxşatmışlar. Əhl-i əleyhissalam isə bu yanaşmanı qəbul etməmişdir. Çünki Allah cisim deyil, cisim olan hər bir varlıq məkana ehtiyac duyur, hisslərdən təşkil olunur, dəyişməyə məruz qalır, məhdudiyyət daşıyır. Allah-u Teala isə bütün bu nöqsanlardan uzaqdır. İmam Əli əleyhissalam Nəhcül Bəlağada Allah haqqında belə buyurur ki: La yushbihuhu şey'un minəl əşya. Heç bir şey ona bənzəməz. Bu prinsip Allahın bütün sifətlərinin əsas açarıdır. Allahın səmi və bəsir sifətlərini anlamağın ən mühüm yolu Allahın elmini dərk etməkdir. İnsan bir şeyi sonradan öyrənir. Əvvəl bilmədiyi məlumat ona çatır və sonra onu bilir. Allah isə belə deyil. Allahın elmi sonradan yaranan elm deyil. O əzəldən hər şeyi biləndir. Çünki bütün varlıqlar Allahın yaratması ilə meydana gəlmişdir. Yaradan yaratdığı şeydən xəbərsiz ola bilməz. Bir sənətkar öz yaratdığı əsəri tanıdığı kimi Allah bütün yaradılmışların zahirini və batilini bilir. Lakin Allahın elmi məxluqun elminə bənzəməz. İnsan əşyaları vasitə ilə tanıyır. Allah isə hər şeyi vasitəsiz tanıyır. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur ki: İnnallaha azza və cəllə səmi'un basir. Yesma'u bi ghayri carihah və yubsiru bi ghayri alə. Allah Taala eşidəndir və görəndir. O üz olmadan eşidir və vasitə olmadan görür. Bu hədisin əsas mesajı budur ki, Allahın sifətləri həqiqətdir, lakin məxluqatın sifətlərindən fərqlidir. Biz Allah görmür demirik. Çünki Quran onun bəsir olduğunu bildirir. Biz Allah insan kimi görür də demirik. Çünki bu təşbihdir. Düz yol budur. Allah görür, lakin onun görməsi yaradılmışların görməsi kimi deyil. Bəziləri deyə bilər, biz yalnız gözlə görməyi və qulaqla eşitməyi tanıyırıq.
gözsüz görmək, qulaqsız eşitmək necə mümkündür? Bu sualın cavabı budur. Bu Allahı insanla müqayisə etməkdə yaranan problemdir. İnsan məhdud varlıqdır. Onun qabiliyyətləri maddi vasitələrlə həyata keçir. Lakin Allah maddənin yaradıcısıdır. Ona görə də maddəni yaradan varlıq özü maddi vasitələrə möhtac ola bilməz. Məsələn, insan yazdığı proqramın daxilindəki bir obraz deyil. O həmin proqramın yaradıcısıdır və proqramın qaydalarından asılı deyil. Allah isə bütün kainatın yaradıcısıdır. Allahın hər şey eşitməsinə və görməsinə iman edən insan öz davranışlarına diqqət edir. Çünki bilir, dilindən çıxan hər söz Allahın elmindəndir. Gizli etdiyi hər əməl Allahdan gizli deyildir. Qəlbindəki niyyət belə Allahın elmindən kənarda qala bilməz. Bu iman insanı ixlasa, təqvaya və məsuliyyətə dəvət edir. Nəticə olaraq deyirik, Allah-u Teala səmidir, bütün səsləri eşidəndir. Allah-u Teala bəsirdir, bütün varlıqları görəndir. Lakin onun eşitməsi qulaqla, görməsi gözlə deyil. O vasitələrə möhtac olmayan bütün kamal sifətlərinin sahibi olan vacib vücuddur. Əhl-i Beyt əleyhissalamın məktəbinin bizə öyrətdiyi təvhid budur. Allahı təsdiq et, lakin onu məxluqata bənzətmə. Allahın sifətlərini qəbul et, lakin onları Allahın sifətləri kimi düşünmə. Allahdan istəyirəm ki, bizləri düzgün təvhid, mərifətə sahib olan, Allahın sifətlərini doğru tanıyan və bu mərifətlə yaşayan bəndələrdən qərar versin. Allahümme arifna nefseke fe inneke in lem tuarrifna nefseke lem na'rif nebiyyeke. İlahi, özünü bizə tanıt. Çünki sən özünü bizə tanıtmasan, biz Peyğəmbərini də düzgün tanıya bilmərik. Velhamdülillahi Rabbil alemin.